Yemək bir nemətdir. Onu qorumaq isə çox böyük məsuliyyətdir. Gəlin bu məsuliyyəti elə bərabər həkimimizlə bərabər edək. Dəyərli cərrah oftalmoloq Günel Xalıqverdiyeva bizlə bərabərdir. Xoş gəlmisiniz doktor. Xoş gördük sizi. Təşəkkür edirəm məni bura dəvət etdiyiniz üçün. Mən təşəkkür edirəm. Bilirəm əməliyyatlarınız çoxdur. Bugün də əməliyyat gününüzdür. Amma buna baxmayaraq bizim sözümüzü yerə salmadınız. Bugün verilişimizdədir bizim Günel xanım və bu isə o deməkdir ki, Günel xanıma göz problemləri, göz xəstəlikləri, göz narahatlıqları ilə bağlı nələri yaşayırsınızsa onları yazıb göndərə bilərsiniz. Qaynar xəttimiz 055 254 0106 TikTok canlı yayımızda yüzlərlə insan, Instagram səhifəmiz də düz qarşımda aktiv şəkildə suallarınızı yazın, göndərin. Necə ki, hər zaman aktivsiz. Bugün də sizdən o aktivliyi gözləyirəm. Doktorla əlaqə saxlamaq üçün nömrə isə 070 382 66 44 və ola bilər gözümdən qaçan suallar olar. O zaman doktora ünvanlaya bilərsiniz. Doktorumuz 17 ildən artıq bir iş təcrübəsi ilə seçilən dəyərli doktorumuzdur. Amerika Oftalmoloqlar Akademiyasının üzvü, Türkiyə Oftalmoloqlar Dərnəyinin fəxri üzvü, Avropa Strabizmoloqlar Assosiasiyasının və Avropa Refraktiv Cərrahlar və Katarakta Dərnəyinin də üzvüdür. Doktor, bu günlər ərzində gözlə bağlı bizə çox sayda suallar gəlib. Xüsusən hər yaş qrupundan olan insanlar bizi izləyir, bilirsiniz. Həm gənclər, həm yaşlı insanlar. Və mən istəyirəm ki, bugün onların istəyi ilə bir mövzu təyin edək. Düzdür, mövzudan kənar suallarımız da olacaq, amma əsasən hal-hazırda bilirik ki, hər kəs gözəl görünmək istəyir. İstəyir ki, o özünə inam hissi yerində olsun və xüsusən də eynək taxan insanlar eynəkdən azad olmaq istəyirlər. Təbii ki, bu bir seçimdir. Bu bir pasiyenta bağlı bir istəkdir. Çünki bəziləri ola bilər kimsə eynəyi sevir, biz onun işinə qarışa bilmərik. Amma elə insanlar da var ki, heç eynəyi sevmirlər və eynəkdən azad olmaq istəyirlər. Mövzumuz ümumilikdə bu olacaq. Amma mövzuya mən istəyirəm çəpgözlüklə girək. Çünki çəpgözlüklə də bağlı problem yaşayan hər yaş qrupundan olan insanlar var. Ümumiyyətlə çəpgözlük ekzimer lazerlə aradan qalxa bilərmi Günel xanım? Çəpgözlük dedikdə əsasən insanların daha çox fikirləşdiyi və düşündüyü əzələ problemidir. Gözün daxilə doğru və yaxud da xaricə doğru çəpləşməsi. Çəpgözlük təbii ki, hər növü ekzimer lazerlə düzələ bilməz. Lakin çəpliyin xüsusi bir növü var ki, buna biz akkomodativ tipli və yaxud da refraktiv tipli çəplik deyirik. Bunu sırf bu üsulu artıq ekzimer lazerlə düzəltmək mümkündür. Belə ki, çəplik zamanı, akkomodativ tipli çəplikdə nə baş verir? Pasiyent, insanlar, ümumiyyətlə uşaqlar, böyüklər baxarkən yaxşı görə bilmirlər, bulanıq görürlər. Onlar eynək taxdıqları zaman artıq görmə dili yaxşılaşır deyə onlarda çəplik halı da düzəlir. Əgər belə bir çəplik növü varsa ki, biz məsələ eynəyi çıxaranda göz çəpləşir və eynəyi taxdığımız təqdirdə göz artıq düz baxmağa başlayır, bu akkomodativ tipli çəpliyə işarədir. Və elə olduğu təqdirdə biz 18 yaşdan yuxarı insanlarda ekzimer lazer cərrahiyyəsi tətbiq edərək çəplikdən də eyni zamanda azad etmiş oluruq. Çəplik zamanı göz yaxşı görmədiyi təqdirdə gözümüzün medial əzələləri var, hansı ki gözün içərisində, burada daxildə yerləşir. Burada o artıq gərgin çalışmağa başlayır və daha çox konvergensiya edir, gözü daha çox içəriyə doğru gərginləşdirir və göz içəriyə doğru çəpləşmiş olur. Lakin görmə, yəni səbəbə yönəlik müalicə üsulu tətbiq etdikdə, ekzimer lazeri tətbiq etdikdə artıq göz yaxşı gördüyü üçün əzələnin də əlavə olaraq akkomodasiya etməyinə, gərginləşməyinə gərək qalmır və göz öz paralelliyini qoruyub saxlamış olur. Aha, nə gözəl anlatdınız Günel xanım. Çox belə başa düşülən tərzdə, xüsusən də bu problemi yaşayan insanlar əminəm ki, çox diqqətlə dinləyirlər və Günel xanım da çox uğurlu əməliyyatlar icra edən bizim həkimlərimizdən biridir. Cərrah oftalmoloqdur. Yəni cərrah varsa, həmin o ixtisasın qarşısında, yəni bu əməliyyatları da icra edən həkimimizdir və müalicə etdiyi və icra etdiyi əməliyyatlar sırasında ekzimer lazer, eyni zamanda keratokonus əməliyyatları, refraktiv cərrahiyyə, yəni linzaların implantasiyası, katarakta, yəni mirvari suyu, el arasında mirvari suyuna gözümdə var deyən bizim izləyicilərimiz varsa, bax onların müalicəsi, cərrahi müalicəsi, çəpgözlük əməliyyatları, hal-hazırda verdiyim sualın cavabını da eşitdiniz və çəpgözlüyün əməliyyatsız aradan qaldırılması
qaldırılması, hansı ki bu botoks üsuludur. Bir dəfə bu haqqda da danışarıq geniş, ətraflı şəkildə və medikal retina, hansı ki bununla da bağlı bizim dəyərli Günel xanıma müraciət edə bilərsiniz. Doktor, mövzumuz gənclərdə və yaşlı insanlarda eynəkdən azad olma əməliyyatlarıdır. Mən istəyirəm, bax, ümumiyyətlə, eynəkdən azad olma əməliyyatları dedikdə hansı üsullar nəzərdə tutulur? Qısa da olsa bu haqda məlumat verəsiniz. Eynəkdən azad olma üsulları dedikdə bu əsasən yaş kateqoriyasına görə bölünür. Biz daha cavan şəxslərdə 18-40 yaşa qədər olan insanlarda əsasən ekzimer lazer üsullarına üstünlük veririk. Ən çox eşitdiyimiz də budur, ekzimer lazer. Yəni, qulağımıza yatıb artıq bu ifadə. Eynən, ekzimer lazerdən artıq pasiyentlər, insanlar eynəklərinə əlvida deyə bilirlər və əgər bu yaş qrupunda, bu yaş kateqoriyasında əgər ekzimer lazerə gözə uyğunluq yoxdursa, başqa bir əlac da var, başqa bir həll yolu da var. Bu ICL dediyimiz fakik linzaların implantasiyasıdır. Bu, düşünün ki, kontakt linzadır, hansı ki bu gözə üzərinə biz yerləşdiririk. Amma o xüsusi üsulla, texnoloji üsulla hazırlandığı üçün onu biz gözün üzərinə deyil, gözün daxilinə yerləşdiririk və gözün daxilində burada göstərə də bilərəm maketimiz üzərində. Gözəl olar. Burada göz bəbəyi yerləşir, iris deyirik. Irislə gözün arxasında burada bizim özümüzün təbii billuru var. Və təbii billurla o irisin arasına yerləşdirilir. Çox incə bir qatdır və gözlə tamamilə biyo uyğunluğu var. Ona görə də gözdə hər hansı bir reaksiyalar bu linzaya qarşı olmur və cavan yaşlı şəxslərdə çox rahatlıqla və asanlıqla biz bu üsulu da tətbiq edə bilirik. Və 40 yaşdan yuxarı şəxslərdə isə burada biz refraktiv lens exchange deyirik, refraktiv lens dəyişimi əməliyyatı icra edirik. Bu zaman biz linzanı artıq gözdə bayaq izah elədiyim kimi güzehli qişa ilə billurun arasına deyil, birbaşa billuru biz burada artıq gözün içərisindən götürürük. Bu göz daxili əməliyyatdır, daha yuxarı şəxslərdə icra edirik. Yəni 40 yaşdan yuxarı. 40-45 yaşın üzəri olan insanlarda lensi buradan götürərək gözün daxilinə yeni bir lens qoyuruq. Bu ağıllı linza, premium smart linzalar gedir. Bunların sayəsində həmin insanlarda uzaq, orta və yaxın məsafəni öz gözləri ilə eynəksiz, aydın şəkildə görə bilirlər. Doktor, bu lap can qurtarandır. Mən çox sevinirəm ki, bu linzalar çıxıb. Çünki əvvəl, məsələn, yaxını görməyən insan olurdu, bir əməliyyat olurdu, məcbur idi, nə bilim, uzağı görmək üçün eynəkdən istifadə eləsin. Amma indi bu ağıllı linzalar sayəsində həm biz yaxını görə bilirik, telefonu oxuya bilirik, həm orta məsafəni görə bilirik, qarşımızda duran insanın üz cizgilərini görə bilirik və bir də daha uzaq məsafələrə dənizin dalğalarını görə bilirik. Məsələn, deyirəm, dənizi seyr edəndə. Amma əvvəllər bunlar mümkün deyildi və vaxt ötdükcə, yəni əvvəl bu ağıllı linzalar çıxanda, indiki qiymətlərlə arasında yerlə göy qədər fərq var. Daha əl çatan olub insanlar üçün. İlk günlərdə çox bahalı idi. Eynilə və bu lenslərin, bəli, bu üstünlüyü də ondan ibarətdir ki, artıq gələcəkdə mirvari suyu katarakta da yaranmır gözdə və eyni zamanda eynəkdən də azad olmuş oluruq. Məsələn, belə bir pasiyentlərim gəlirlər ki, uzağa ayrı bir eynək təyin edirik, yaxına ayrı bir eynək təyin edirik. Həm uzaqda, həm yaxında görmələri pisdir. Yəni, düşünün ki, bu insan üçün nə qədər çətindir. Uzaq məsafəyə ayrı, hər dəfəsində çantasında üstündə gəzdirməlidir. Üstündə daşıyır həmin eynəkləri, hər dəfə fərqli bir eynək taxır, çıxarır. Amma bu lensləri artıq implantasiya eləməklə bir növ pasiyentin həyat keyfiyyəti dəyişmiş olur və eyni zamanda cavan şəxslərdə də biz ekzimer lazer əməliyyatı etməklə yalnız biz onları eynəkdən qurtarmış olmuruq. Eyni zamanda onlarda da həyat keyfiyyəti tamamilə dəyişir. Ətrafı daha canlı, daha parlaq, daha aydın, daha şəffaf görürlər. Hətta əməliyyat etdiyim insanlar var ki, deyirlər, doktor, biz indiyənə qədər bilmirdik, qarşımdan gələn insanın üz cizgisini seçə bilmirdim. Hətta elə pasiyentim var, deyir ki, mən bilmirdim ki, bizim evin balkona çıxanda artıq eyvandan baxdığım təqdirdə mən orada məscid görürəm. Yəni, onun olduğunun fərqinə varmayıb indiyə qədər. Amma əməliyyatdan sonra hər şeyi görür. Aydın görürlər, görür. Gözəl görürlər. Məsələn, kimisə üzünə tük düşüb, onu gedib rahat şəkildə götürə bilərsiniz və yaxud da öz üzündə nəsə varsa onu görə bilirlər. Və bir də var ki, doktor, bu hamıda mı yaşanır, bilmirəm. Bu 40 yaşı tamam olan və 40 yaşı ötən, hətta bir neçə il ötən insanlar qeyd edirlər ki, biz telefona baxanda görə bilmirik, göz qarışır. Yəni, yazıları oxuya bilmirik, mesaj cavablaya bilmirik, səfsiz hərflərlə göndəririk. Bunu aradan qaldırmaq mümkündür bu əməliyyatlar sayəsində, doktor?
Bu adətən 40 yaş üstü insanlarda baş verir. Presbiyopiya deyirik. Gözdə yaşlanma prosesidir. Uzaq məsafəni yaxşı görür, yaxın məsafəni pis görür. Artıq hərfləri qarışdırmağa başlayır. Bunun çarəsi məhz bayaq qeyd etdiyim kimi clear lens linza dəyişimi əməliyyatıdır. Yəni çox rahat şəkildə bu əməliyyatı icra etmək olar və bu problemdən can qurtarmaq olar. Bəli, mümkündür. Və burada əsas məqam odur ki, uyğun pasiyentdə bu əməliyyat icra olunsun. Hər pasiyent bu əməliyyat növünə uyğun deyil. Biz burada xüsusilə seçici yanaşırıq. Yəni əvvəlcədən müayinə edirsiniz. Əgər pasiyent uyğundursa, o zaman bu əməliyyat ona tətbiq olunur. Bir də əməliyyatdan qorxanlar var. Yəni mən də o sıradayam. Yəni mən bir əməliyyatdan çəkinən insanam. Bax bu əməliyyat, xüsusən də bu haqqında danışdığımız bu eynəkdən azad olma əməliyyatları, bu problemi yaşayan insanlar var. Bizim gözəl qızlarımız var, cavan bəylər var ki, istəmirlər eynək taxsınlar. Bax əməliyyatın hər hansı bir riski varmı? Daha çox pasiyentlər hansı qorxuları dilə gətirirlər sizə müraciət edəndə və bu qorxuları necə aşırlar? Bu barədə istəyirəm danışasınız. Çox doğru bir məqama toxundunuz. Pasiyentlərdə bu əməliyyat növlərinə qarşı bir içlərində qorxu var. Xüsusilə də cavan insanlar. Əslində burada elə bir qorxulacaq bir məqam yoxdur. Tamamilə ağrısızdır və artıq bir gün sonra insan öz 100% görməsinə qovuşur. Eyni ilə eynəkdə necə görürsə, o şəkildə də öz gözləri ilə görməyə başlayır. Və ən çox qorxu ondan ibarətdir ki, ağrı qorxusu var. Birdən ağrı olar. Birdən ağrı olar. Əslində burada ağrı hissiyatı yoxdur və yeni texnoloji üsullar o qədər inkişaf edib ki, artıq ağrısız şəkildə biz bu əməliyyatı tətbiq edə bilirik və eyni zamanda pasiyentlərin məmnuniyyəti də çox yüksək olur və digər qorxulu məqamlardan biri də pasiyentlər deyirlər, doktor, qorxuram ki, gözüm birdən kör olar. Yəni bunu demək istəyirəm ki, indiyə qədər, yəni statistik olaraq belə bir hal aşkarlanmayıbdır və artıq ekzimer lazer 40 ildən çoxdur ki, ümumi yəni qlobal olaraq dünyada tətbiq olunur bütün dünyada və hər il milyonlarla insan eynəkdən ekzimer lazer sayəsində azad olur və heç birində belə bir hal rast gəlinməyibdir. Ona görə o baxımdan rahat ola bilərlər. Zaten biz seçmədən öncə pasiyenti, yəni burada pasiyent seçimi çox önəmlidir. Biz tam detaylı şəkildə onun müayinəsini edirik. Burada əsas 3 nüansa fikir veririk. Birinci, gözün refraktiv dəyərlərini, yəni gözündə eynək nömrəsinin dərəcəsinə fikir veririk. Daha sonra burada buynuz qişanın uyğunluğu olmalıdır əməliyyata. Biz keratotopoqrafik xəritə çəkirik. O xəritə əsasında bilirik ki, gözlə refraktiv dəyərlər bir-birinə uyğundur, yoxsa uyğun deyil. Yəni bu, əgər uyğunluq yoxdursa, biz bu zaman hətta bu əməliyyatı ləğv eləyə bilərik. Və üçüncü bir məqam da ondan ibarətdir ki, göz tam olaraq sağlam olmalıdır, gözün arxa hissələri də sağlam olmalıdır və yaş faktoruna da xüsusilə önəm kəsb edir burada. 18-40 yaş arası dönəmlərdə biz ekzimer lazeri tətbiq edirik. 40 yaşın üstü insanlarda isə clear lens cərrahiyyəsi tətbiq edə bilirik. Bax, hal-hazırda bizi eynəkli şəkildə izləyib, amma eynəkdən azad olmaq istəyən insanlar var və onların ürəyində müəyyən suallar var da. Mən çalışıram ki, özümü qoyum onların yerinə, düz mən eynəkdən istifadə etməsəm də, amma bilirəm ki, onlar hansı əziyyətləri çəkirlər. Mən istəyirəm, bax, deyəsiz onlara, bax, bu eynəkdən azad olma əməliyyatından sonra görmə tam bərpa olunurmu və əsas məsələ, ən çox narahat olduqları məqam ki, nəticə ömürlük qalırmı? Bax, bu suallara da aydınlıq gətirək Günel xanım. Gəldikdə ekzimer lazer cərrahiyyəsinə, ekzimer lazerdən sonra görmə itililiyi tam şəkildə bərpa olur. Həmin insan açki, eynəklə, yəni necə görürsə, o şəkildə də görməsini bərpa etmək olur. Bəzi insanlar olur ki, gözlərində tənbəllik olur. Deyək ki, görməsi eynəklə maksimal görmə 70%-dirsə, təbii ki, onu eynəkdən azad etdikdə 70% görəcək. Amma o şəxs ki, artıq eynəklə 100% görür, təbii ki, əməliyyatdan sonra da öz gözləri ilə 100% görəcək. Və bu aldığımız nəticə artıq gözdən silinmiş, buradan buynuz qişadan silinən refraksiya nömrələri o ömürlükdür, o qalıcıdır. Yəni bir daha o nömrələr geri qayıtmır. Və 40 yaşdan sonra artıq təbii yaşlanma prosesi ilə bağlı olaraq gözdə yaxın görmənin, bayaq qeyd etdiyimiz kimi, zəifləməsi halları baş verə bilər. O da 40-45 yaşdan sonra baş verdiyi üçün bəzi hallarda yaxın üçün çox kiçik şriftləri oxuma zamanı eynək lazım ola bilər. Sadəcə bu şəkildə, yəni effekti bu şəkildə olur. Yəni digər hər hansı bir narahatçılıq yaranmır.
Aha, bax hal-hazırda bir izləyicimiz yazır. Elə 40 yaş üstü pasiyentlərdən də Instagrama yazıb oxuyuram sualınızı, deyirəm adımı oxuma baş üstə. 45 yaşım var. Həm yaxını, həm də uzağı yaxşı görmürəm. Mənim üçün də eynəkdən azad olma əməliyyatı var deyə soruşur. Bəli, 45 yaş üstü insanlar üçün də clear lens əməliyyatı var. O rahatlıqla tətbiq oluna bilər. Əgər gözünün parametrləri uyğundursa əməliyyata. Yəni əks təqdirdə olur ki, bizim yanımıza çox sayılı pasiyentlər gəlirlər və eynəkdən azad olmaq istəyirlər. Bizdə burada məqsədimiz hər kəsi eynəkdən azad eləmək deyil. Yəni uyğun pasiyentdə bu əməliyyatı icra etməkdir ki, pasiyent də məmnun qalsın və onu biz həyatı keyfiyyətini dəyişə bilək. Çox doğru, çox düzgün buyurursunuz. Bir izləyicimiz də yazır ki, hamımız kimi, bax mənim də qarşımda indi neçə dənə monitor var, hələ işıqları demirəm, deyir, daimi olaraq kompüter qarşısında çox işləyirəm və mən istəyirəm ki, eynəkdən azad olum. Əməliyyatdan sonra işimə nə vaxt qayıda bilərəm? Yəni, bərpa dövrü nə qədərdir? Nələrə diqqət etməlidirlər? Elə bax, bu izləyicimizin sualına uyğun olaraq cavablandırarsınız. Ekzimer lazer əməliyyatında artıq əməliyyatdan bir gün sonra İnsanlar öz işləri ilə məşğul ola bilirlər, öz həyatına qayıda bilirlər. Sadəcə olaraq bəzi damlalar var ki, biz onları təyin edirik. Xüsusilə kompüterlə işləyənlər üçün onların gözlərində tez-tez quruluq yaranır. Və bu quruluq hallarının olmaması üçün tez daha mütəmadi şəkildə nəmləndirici damlalar tökməlidirlər ki, gözlərində quruluq olmasın. Amma yəni həyatlarına qaldıqları yerdən davam edə bilərlər. Heç narahat olmasınlar. Yəni az travmatik bir əməliyyatdır. Demək olar ki, heç bir travma yoxdur. Çox minimal, invazivdir. Və qısa sürür. Yəni təxminən neçə dəqiqə çəkir bu əməliyyat? Belə deyək, 5-10 dəqiqə ərzində icra olunur əməliyyat və əməliyyatın sadəcə burada növləri fərqlidir, ekzimer lazerlərin. Var perika növü, no-touch, lasik, femtolazik, smile, yəni sadaladıqca gedir. Bu növlərdən hansı gözə, hansı əməliyyat uyğundursa, biz onu seçdiyimiz təqdirdə əməliyyatın keyfiyyəti və effektivliyi daha yüksək olur və pasiyent daha məmnun qalır. İndi mən gəldim, dedim ki, smile, mənə gülüş əməliyyatını istəyirəm. Yox, mən bunu istəyirəm, amma mənim gözümə uyğun deyil. Təbii ki, siz bunu icra etməyəcəksiniz. Əlbəttə. Bu əvvəlcədən bir yoxlanma lazımdır və ətraflı məlumat almaq istəyənlər, bax, ümumiyyətlə göz xəstəlikləri ilə bağlı məlumatlanmaq istəyənlər üçün bizim dəyərli həkimimiz, cərrah oftalmoloq Günel Xalıqverdiyevanın hal-hazırda bir saytı var ekranda, şəxsi veb saytdır. Doktor Günel Az. Ora daxil olaraq ətraflı məlumat ala bilərsiniz. Bir də doktorumuzun əlaqə nömrəsini istəyənlər Badam klinikasında çalışır. Ünvan olaraq bunu söyləyim. Bəli, əlaqə isə 070 382 66 44 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz və Amerika Oftalmoloqlar Akademiyasının üzvü, Türkiyə Oftalmoloqlar Dərnəyinin fəxri üzvü, həmçinin Avropa Strabizmoloqlar Assosiasiyasının və Avropa Refraktiv Cərrahlar və Katarakta Dərnəyinin üzvüdür bizim cərrah oftalmoloq Günel Xalıqverdiyeva. Suallarınız çoxdur və istəyirəm onlardan birini də tez oxuyum. Deyir ki, doktor, mən 25 yaşındayım, miopiyam var. Əməliyyat etdirə bilərəmmi, yoxsa hələ biraz da gözləməliyəm? Bu biraz belə deyək də mübahisəli sualdır. Nəyə görə? Çünki biz burada bir çox şeylərdən məlumatımız yoxdur. Məsələn, insanlar içərisində eləsi var, gəlir mənfi 2 nömrə ilə. Mən ona deyirəm ki, qətiyyən sizə ekzimer lazer əməliyyatı olmaz. Amma elə insan var ki, mənfi 10 nömrə ilə gəlir. Yəni 10 dioptriyalı bir eynək nömrəsi taxır və bu insana biz rahatlıqla mən artıq təyinat verirəm ki, bəli, ekzimer lazer əməliyyatı icra etmək olar və olarsa da hansı növünü icra etsək, onun üçün daha uyğun olar. Əgər refraktiv nömrələri stabildirsə və dəyişmirsə, artıq eyni qalıbsa, biz buynuz qişanın ölçümlərini alaraq onun dikliyinə, qalınlığına fikir veririk və göz dibinin patologiyanın olub-olmadığına fikir veririk. Bütün bu dəyərləndirmələri artıq apardıqdan sonra biz qərar verə bilərik ki, əməliyyat olunsun, yoxsa olunmasın. Olunursa da hansı üsulla olunsun. Və bir daha sual diqqətimi cəlb elədi. Deyir ki, mən çox qorxuram. Əməliyyat zamanı deyirlər ki, göz açıq qalır. Hətta biz bu əməliyyat görüntülərində də görmüşük bunları. Göz açıq qalır. Bunu necə edirsiniz? Mən istəyirəm bu izləyicimizin də sualını cavablandıraq. Yəni gözün açıq qalmağını pasiyent
pasiyentlər çox rahatlıqla uyğunlaşa bilirlər. Çünki gözə indi hal-hazırda lokal olaraq damlalar tökülür və həmin damlaların təsiri altında artıq gözdə heç bir hissiyat olmur. Hətta biz o damlanı töküb biz mirvari suyu əməliyyatları belə icra edirik. Yəni bilirsiniz, mirvari suyunda gözdə xüsusi buradan kəsiklər aparılır, bıçaqla icra olunur. Yəni o halda belə pasiyentlər onu hiss edə bilmirsə, ekzimer lazerdə onlar yəni heç bir şəkildə o ağrını hiss edə bilmirlər və göz keyləşdiyi üçün çox rahatlıqla da gözlərini açıq saxlaya bilirlər və gözün içərisinə blefaros da dediyimiz xüsusi bir alət var. Alt qapağı və yuxarı qapağı bir-birindən həmin alət aralayır və daha rahat şəkildə pasiyent fokuslana bilir. Gözün üzərində yanan o yaşıl, qırmızı rəngli işıqlar olur əməliyyat əsnasında. Həmin işıqlara fokuslanır və biz də 5-10 dəqiqənin içərisində əməliyyatını icra edirik. Yəni, çox rahat, ağrısız, heç nə hiss etmirsiniz və bir izləyicimizin də test sualını səsləndirin. Vaxtımız artıq məhduddur. Qaynar xəttimizə gəldi bu sual. Deyir, 23 yaşım var, uzun müddətdir linza taxıram. Linza ilə yatmaq təhlükəlidirmi? Təbii ki. Lens, kontakt lenslər gözün birbaşa üzərini örtür, korneanın üzərini bürüyür və gözə oksigenin keçməsinin qarşısını alır. Bir növü baryer rolu oynayır. Bu baxımdan da linzanı 6-8 saatdan artıq gözdə istifadə etmək olmaz. Xüsusilə yatmaq onunla daha da təhlükəlidir. Var olasınız. Sayənizdə düşünürəm ki, linzadan istifadə edib gecə onunla yatan insanlar da məlumatlandılar ki, belə etmək heç olmaz. Və bizimlə bərabər cərrah oftalmoloq Günel Xalıqverdiyeva idi. Günel xanım, təşəkkür eləyirəm sizə. Düzdür, burada indi sizinlə sağollaşıram, amma TikTok canlı yayımında indi tamaşaçılarımızın suallarını sizə ünvanlayacağım birazdan. Doktorla əlaqəyə keçmək istəyən, qəbuluna yazılmaq istəyənlər, eynəkdən azad olmaq istəyənlər, ekzimer lazer əməliyyatı istəyənlər, refraktiv cərrahiyyədən maraqlananlar, katarakta, mirvari suyundan əziyyət çəkənlər Günel xanıma müraciət edə bilərlər. 070 382 66 44. Biz isə indi ATV xəbərin günorta buraxılışını izləyəcək. Yeri gəlmişkən bir anonsumuz da var. Növbəti həkim qonağımızın kim olduğunu bilmək istəyirsinizsə, onu da izləməkdə fayda var. Bir zədə və aylarla davam edən problem, vətər və əl cərrahiyyəsi haqqında travmatoloq ortoped Vüqar Mürşidli ilə geniş müzakirə aparacağı. Ona uyğun erkən tədbirlərə başlayır. Birazdan Sağlam Gün Ayda.